Mənə maraqlı olan bilirsiniz nədir? Demək, Tovuzun bütün kəndlərindən mənim videomun şərh bölməsinə sağ olsunlar, yazırlar, maraq edirlər. Bir tək Kovlar cəmaatından başqa. Yoxsa məndən incimisiniz? Amma zarafat bir yana, Kovlar komandası bugün Tovuzu regional liqasında təmsil edir. Bölgə futbolunun inkişafı üçün mübarizə aparan gənc və iddialı kollektivdir. Demək, komandanın tarixçəsindən biraz sizə məlumat verəcəm. Kovlar komandası 2023-cü ildə aprel ayının 1-də yaranıb və müxtəlif turnirlərdə iştirak ediblər. İlk dəfə şəhərlərimizin xatirəsinə həsr olunmuş turnirdə 14 komanda içində birinci yerə çıxıblar. Və beləliklə 2025-ci ildə Alfa bayrağı altında 3-cü liqa olan Region Liqasının Respublika çempionatında iştirak edir. Hazırda Şimal-Qərb və Qərb zonasında A qrupunun 2-ci yerdə mübarizə aparır. Komandanın baş məşqçisi Qasımov Zahid Abbasoğlu və köməkçi məşqçisi Cavanşirzadə Araz Azəroğludur. Klub prezidentimiz isə bizim yaxın qardaşımız Əhmədov Ramal İslamoğludur. Kovlar komandası demək 14 fevral sevgilər günündə ən iddialı klublardan biri olan Bərdə klubundan bəlkə də prinsipal bir oyun olacaq. Çünki Bərdə klubunun ilk məğlubiyyətimiz var və Bərdə klubu ilə Şəmkir Olimpiya Mərkəzində 14 fevral 13:00-da qarşılaşma baş tutacaq və bütün Kovlarlar hər birinizi şərh bölməsində gözləyirəm. Gəlin komandamıza dəstək olayım. Sağ olun, var olun.